Her bir insan, her bir sənət adamı çalıştığı sahədə qazandığı uğurlara görə onun qiymətini görmək istəyir. Və biz Teatr Xadimləri İttifaqı olaraq bizim Nizamənin əsas maddəsi ondan ibarətdir ki, Azərbaycan Teatr Xadimləri İttifaqı Azərbaycanda teatr sənətinin inkişafının həllinə köməklik göstərir. Yəni, həll eləməyinə biz həll eləmirik, bunun üçün Mədəniyyət Nazirliyi var, üst qurum var. Biz sadəcə çalışırıq ki, o köməyi, deməli, əlimizdən gələn köməkliyi biz də eləyək. Və son illər çox biz fikirləşdik ki, Azərbaycan Teatr Xadimləri İttifaqının bir çox fəxri fərmanları var, Qızıl Gül mükafatı var, sonra sənətkar medalı var, teatr xadimi medalı var və fikirləşdik, axı bu regionlarda çalışan, ümumiyyətlə həyatını teatr sənətinə həsrləmiş insanlar var ki, onlar bir qədər diqqətdən kənarda qalıblar. Elə bil yaddan çıxıblar, elə bil onları unudublar, amma o qədər fədakar insanlardır, o qədər teatrı sevən insanlardır ki, biz onları qiymətləndirməyə deməli, arzusunda olduq və bu illəri biz Teatr Fədaisi adlı bir medal təyin eləmişik və mən istəyirəm o medalı oxuyum. Deməli, Teatr Fədaisi medalı Tağıyev İlham Əvəzoğlu. Siz devam edin, ne diyemeyim. Burada şu fedaiyi burada. Azərbaycan Teatr Xadimləri İttifaqı və sənə qardaş uğurlar. Sana bu tiyatroyu doğrudan da böyük kıyməti var bunun. Doğrudan da böyük zəhməti var. Gəlin İlhamı bir ürəkdən alqışlayın. Uğurlar diləyirəm. Mikrofona. Çok sağ olun Hacı müəllim, İlham müəllim, Azad müəllim, bütün Azərbaycan Teatr Xadimləri İttifaqına öz təşəkkürümü bildirirəm və sizin bugünkü bu gəlişiniz doğrudan da bizim teatr kollektivlərinə bundan sonraki inkişafına bir stimul verəcək. Biz də çalışacağıq ki, bundan sonra da işimizi daha yüksək səviyyədə görək. Çox sağ olun, minnətdarım. Bir daha təbrik edirik və uğurlar arzu edirik. Mən inanıram ki, İlham qardaşım nə qədər bu xalq teatrına rəhbərlik eləyirsə, bu artıq xalq teatrı inşallah respublika səviyyəsində tanınacaq və inşallah onların qastrol səfərləri də olacaq.